Hər bir insan öz həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdür, həm də gələcəyidir. Hörmətli müəllimlər, dəyərli qonaqlar, əziz şagirdlər. Sizi 10 may Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Ulu Öndərin varisləri adlı birlik yarışında salamlayırıq. Mən Natiq. Mən Aylayam. Bugün sizinlə birlikdə həm öyrənəcəyik, həm də əylənəcəyik. Alqışlarınızla komandalarımızı səhnəyə dəvət edirik. Əsrin sərkərdəsi komandası səhnəyə buyursun. Azərbaycan Jazz komandası səhnəyə buyursun. Heydər Baba Nəvələri komandası səhnəyə buyursun. Ulu Öndər varisləri komandası səhnəyə buyursun. Natiq, səncə biz niyə bugün buradayıq? Ayla, ona görə ki, Heydər Baba deyirdi, təhsil millətin gələcəyidir. Biz də bugün biliyimizlə sübut edəcəyik ki, onun layiqli varisləriyik. Düzdür, bu yarışın səbəbi Ulu Öndərin əziz xatirəsini yad etmək və onun vətən, elm, dostluq sevgisini qəlbimizdə yaşatmaqdır. Hind səslənməmişdən əvvəl Aylanın dilində şeir dinləyək. Sən səslənən zamanda dağlar qalxır ayağa. Sədan deyir eşq olsun bu müqəddəs torpağa. Azərbaycan himnimiz. Səsində var Qafurun, Mehdilərin qüdrəti. Ay mənim vətənimin əzəməti şöhrəti. Azərbaycan himnimiz. Qəhrəman babaların vüqarı var səsində. Tanı toplar yurdunu bütün yer kürəsində. Azərbaycan himnimiz. Azərbaycan Respublikasının dövlət himni səslənir.
mübarizəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Amin. Ulu öndərin varisləri biliş yarışını açıq elan edirəm. Qoy ən bilikli, ən cəsur komanda qalib gəlsin. Uğurlar. Ana, bəs niyə oyunla ulu öndərin varisləridir? Çünki Natiq, bu səhnədəki hər bir uşaq Heydər Əliyevin gələcək əmanətidir. O 10 may 1923-cü ildə Naxçıvanda doğulub. Bugün isə onun 103-cü ad günüdür. Biz də ad gününü şar partlatmaqla yox, biliklə, şeirlə, rəqslə qeyd edirik. Çünki Heydər baba biliyi çox sevirdi. Uşaqlar, bilirsinizmi Heydər baba sizi nə çox sevirdi? Bəli. O hər çıxışında deyirdi, uşaqlar bizim gələcəyimizdir. Yüzlərlə məktəb bitirdi, uşaq iyiliyi elan etdi. Ona görə də bugünkü yarışda qalibiyyət nəslində hamımızıq. Çünki hamımız oxuyuruq, hamımız öyrənirik. Bütün sinif, hazırsınız? Heydər babamızın nəvələri ilk nəğməsini bir ağızdan oxuyaq. ibarətdir. Birinci raund bütün sinif qruplara bölünərək növbə ilə 3 dəqiqə ərzində sualları cavablandıracaq. Hər düzgün cavab 10 baldır. Əgər sualın cavabını bilməsən, yoldaşlarından kömək ala bilərsən. Komanda işi vacibdir. Səhv cavabda uşaq çıxmır, nə də xal silinmir. İkinci raund. 3 açıq sual və hər bir açıq sual 100 baldır. Birinci tapşırıq. 3 atılar söz yaz. İkinci tapşırıq. Heydər Əliyevə aid aforizm yaz. Üçüncü tapşırıq. Qarşı tərəflərdən komanda adını düzəlt. Üçüncü raund final. Kapitanlar döyüşü. Sualları müəlliməmiz verəcək, biz cavablandıracağıq. Bir də sürprizimiz var. Heydər babanın ən sevdikləri adlı rubrikamız var. Nur Qulizadə səsləndirəcək. Bu birinci və ikinci raund arasında olacaq.
Hər raunddan sonra rəqs fasiləmiz var. Başlayırıq. Əslin sərkərdəsi komandası buyursun səhnəyə. Özünüzü təqdim edin zəhmət olmazsa. Salamlar Səfəri Sərdar, Əslin Sərkərdəsi komandasının liderim. Onun adına Heydər Əliyevə həsr edərək Əslin Sərkərdəsi qoymuşam. Bunlar mənim heyətimdir. Yunus, Nilay, Nazim, Zəhra, Tunar, Əsma və Emil. Çox sağ olun. Oyunun qaydaları ilə tanışsınız, amma mən yenə də tanış edirəm. Hər suala düzgün cavab 10 baldır. Əgər sualın cavabını bilməsən, yoldaşlarından kömək ala bilərsən. Səhv cavabda uşaq çıxmır, nə də xal silinmir. Hazırsanız başlayaq. Uşaqlar cəmiyyətin gələcəyinin sözləri kimdə idi? Heydər Əliyev. Düzdür, say nədir? Soy. Çox istəyirəm. Eşyanın sayını bilir. Düzdür, paytaxtını saradır. Düzdür, ulu ilə nəzərgə xalq nöqtəsi. Yoldaşlarımın köməkdir. 3 sənə tutmuşam. Düzdür, tərəfi 6 sm olan kvadratın perimetri. 24. Düzdür, bayramımızda neçə rəng var? 3. Düzdür, Heydər Əliyev harda doğulur? Naxçıvanda. 100-ün 2-də 1-i neçədir? Yoldaşlarımın köməkdir. 50. Düzdür, dövlət rəmzləri hansılardır? Cep, bayraq. Düzdür, Heydər Əliyevin doğum günü nə vaxtdır? 1923 Roma. Düzdür, 1 metr neçə santimetrdir? 100. Düzdür, vətən sözündə neçə heca var? 2. Düzdür, 100-ün 5-də 1-i. 20. Düzdür, ildə neçə fəsil var? İldə yoldaşlarımın köməkdir. 4. Düzdür, Heydər Əliyevin həyat yoldaşı kim olur? Köməkdir. Düzdür, 1 saat neçə dəqiqədir? 60. Düzdür, bayrağımızda mavi rəng nəyi bildirir? Türkçüyü. Düzdür, hansı figurun tərəfi yoxdur? Dairə. Düzdür, 7 vurulsun 7. Düzdür, bayrağımızda qırmızı rəng nəyi bildirir? Yoldaşlarımın köməkdir. Düzdür, 1 ton neçə kiloqramdır? 1000. Düzdür, düz bucaqlıda qarşı tərəflər necədir? Mən bilmədim. Düzdür, qalın səhvləri sadalayın. Düzdür, Heydər Əliyevin ən məşhur aforizmi nədir? Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Düzdür, 1 kiloqram neçə qramdır? 1000. Düzdür, bayrağımızda yaşıl rəng nəyi bildirir? İstanbul'da. Düzdür, 72 bölünsün 9 neçədir? 8. Düzdür, sözün yalnız formasını dəyişən şəkilçiyə nə deyilir? Yoldaşlarımın köməkdir. Düzdür, himnimizin musiqisini kim bəstələyib? Düzdür. Təmlik nə edilir? Mən bilmədim. Düzdür, bayrağımızın ulduzu neçə gülüşəlidir? 8. Düzdür, atanın qardaşı kimdir? Yoldaşlarımın köməkdir. Düzdür, bir sutka neçə saatdır? 24. Düzdür, sonar samitləri hansıdır? Nə? Sonar samitlər hansılardır? Köməkdir. Nümunları. Düzdür, 30 dərəcəli bucaq hansıdır? 2. Düzdür, himnimizin sözləri kim yazıb? Kömək istəyirəm. Əhməd Cavad. Düzdür, kvadratın tərəfi 4 sm isə sahəsi nə qədərdir? 16. Düzdür, dostlar gündə. Tanrı. Düzdür, Heydər Əliyevin doğum tarixi. Kömək. 1920 may. Pul vahidimiz. Yoldaşlarımın köməkdir. Düzdür, pulun neçə tili var? 12. Düzdür, Heydər Əliyevə verilən ən yüksək fəxri ad. Kömək istəyirəm. Ümumidir. Düzdür, 9 vurulsun 3. 20. Düzdür. Sizlər komandası səhnəyə buyursun. Zəhmət olmasa özünüzü və komandanı təqdim edin. Mən Balxanzadə Natiq, Ulu Öndər Varislər komandasının lideriyəm. Heydər Əliyevin doğum gününə həsr etdiyimiz üçün mən komandanın adını Ulu Öndər Varislər qoymuşam. Bu isə mənim komandamın heyətidir. Ayxan, Nərgiz, Mələk, Roman, Fuad, Yusif. Çox gözəl. Hazırsınız? Bəli. Onda başlayırıq. Heydər Əliyevin doğum tarixi. 1923 10 may. Düzdür. Kubun neçə tili var? 12. Düzdür. Pul vahidimiz nədir? Pul vahidimiz. Düzdür. Heydər Əliyevə verilən ən yüksək fəxri ad. Ümumi nedir? Düzdür. 9 vur 3. 27. Düzdür.
Mürəkkəb söz nəyə deyilir? Mürəkkəb söz daxilində kiməsə. İki veya daha artıq sözlərin birləşməsinə. Düzdür. Kvadratın perimetri necə tapılır? Kömək. Dördura. Düzdür. Zərf nəyə deyilir? Zərf hərəkətin tərzini, miqdarını, kəmiyyətini bildirən nitq hissəsinə. Düzdür. Kvadrat söz hansı fənnə aiddir? Riyaziyyat. Düzdür. Tam bucaq neçə dərəcədir? Tam bucaq neçə dərəcədir? Kömək istəyirəm. 360. Düzdür. Dostlar gündə? Tanınmaz. Düzdür. Yerin peyki hansıdır? Ay. Düzdür. Bir həftə neçə gündür? 7. Düzdür. Heydər Əliyevin ən çox sevdiyi söz? Kömək. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Düzdür. 93də 1-i. 30. Meşədə ən çox nə olur? Ağac, heyvan. Düzdür. Elm bir xəzinədir, açarı. Elm bir xəzinədir, açarı. Dövlətdir. Xeyr. Ən kiçik dördəgəmli ədədən bir çıxsa neçə olar? Neçə? Ən kiçik bir dördəgəmli ədədən bir çıxsa neçə olar? 999. Düzdür. Ağ qızıl nədir? Kömək. Pamuk. Düzdür. Dövlət rəmzlərini say. Bayraq, hiyyə. Düzdür. 1 kilo pambıq yoxsa 1 kilo daş hansı ağırdır? Bərabər. Düzdür. Həminimizin sözlərini kim yazır? Əhməd Cavad. Düzdür. Qarşılığı olmayan kar samit hansıdır? Düzdür. Kvadratın tərəfi 5 santimetrdirsə, sahəsi nə qədərdir? 25. Düzdür. Hansı ağırdır? 1 kilogram pambıq yoxsa 1 kilogram daş? Bərabərdir. Düzdür. Qara qızıl nədir? Düzdür. 1 kilometr neçə metrdir? Düzdür. Cümlənin baş yüzləri hansılardır? Mübtəda xəbər. Düzdür. İkinci Qarabağ müharibəsi nə vaxt başlayıb? 2020-ci ildə. Bəs ay gün? 27 sentyabr. Düzdür. 64 böl 8. 64 böl 8. 8. Düzdür. Zəfər günü nə vaxtdır? 8. 8 noyabr. Düzdür. Bir sutka neçə saatdır? 24. Düzdür. 50-ci qalası harada yerləşir? Kömək. Moskvada. Düzdür. Bir millət, iki dövlət kim deyib? Heydər Əliyev. Düzdür. 12 vur 10 neçədir? Kömək. 120. Sinonim nəyə deyilir? Yaxın mənalı sözlərə. Düzdür. Biri neçə aydır? Kömək. 12. Düzdür. Xəzər nədir? Xəzər nəyə deyir? Göl. Düzdür. Həmin Heydər Baba Nəvələri komandası səhnəyə buyursun. Sağ ol. Zəhmət olmasa özünüzü və komandanızı təqdim edin. Mən Nurqulizadə. Heydər Babanın nəvələri qrupunu lideriyəm. Heydər Əliyevin doğum gününü həsr edərək qrupumuzun adını Heydər Babanın nəvələri qoyduq. Bunlar isə mənim qrupumun heyətləridir. Cəmilə, Ayxan, Sofiya, Kənan, Aminə, İncə. Çox gözəl. Hazırsınız mı uşaqlar? Bəli. Onda başlayaq. İsmən niyəli kağız şəkilsi hansıdır? Önün. Düzdür. Bütün tərəfləri bərabər olan fiqur. Kvadrat. Düzdür. Yaz ayları hansıdır? May, aprel, mart. Düzdür. Hündür sözünün sinonimi. Uzaq. Düzdür. 11 vur 5. 50. Düzdür. Gözəl hansı nitq hissəsidir? Sənə. Gözəl söz hansı nitq hissəsidir? Düzdür. Heydər Əliyevin mezarı hardadır? Düzdür. 8-in yarısı. 24. Düzdür. Sizin sinonimi. Sən. Düzdür. Heydər Əliyevin mərkəzi hardadır? Düzdür. 2də 1 metr neçə santimetrdir? Düzdür. Düzbucağın dərəcə ölçüsü. Düzdür. Heydər Əliyev hava limanı hardadır? Bakıda. Düzdür. 6 vur 6 neçədir? 36. Düzdür. Bakı söz hansı nitq hissəsidir? İsim. Birinci vitse-prezident kimdir? Mehriban Əliyev. Düzdür. 4də 1 saat neçə dəqiqədir? Düzdür. Dostluq sözünün kökü nədir? Dost. Düzdür. Mürəkkəb söz nəyə deyilir? Mürəkkəbsə iki və daha artıq sözün birləşməsinə. Mürəkkəb. Kvadratın perimetri necə tapılır? A vurdum. Düzdür. Zərf nəyə deyilir? Sırf əşyanın hərəkətinin miqdarını Düzdür. Kvadrat söz hansı fənnə aiddir? Riyaziyyat. Düzdür. Tam bucaq neçə dərəcədir? 360. Düzdür. Dostlar gündə? Tamam. Düzdür. Yerin peyki hansıdır? Ay. Düzdür. Bir həftə neçə gündür? 7. Düzdür. Heydər Əliyevin ən çox sevdiyi söz? Mən
Kömək istəyirəm. Düzdür. 93-də 1-i. Kömək istəyirəm. 30. Düzdür. Meşədə ən çox nə olur? Ağac. Düzdür. En bir xəzinədir. Açarı. Düzdür. Ən kiçik 4 rəqəmlərdən biri çıxsa. Düzdür. Dövlət rəmzlərini say. Him, yer, bayraq. Düzdür. Ağ qızıl nədir? Başlamaq üçün. Ağ qızıl nədir? Pambıq. Düzdür. Kitab sözü necə heca alınır? 1. Yona. Kitab sözü necə heca alınır? 2. Düzdür. 1 kiloqram pambıq yoxsa 1 kiloqram daş hansı ağırdır? Kömək istəyirəm. Bərabər. Düzdür. Heydər Əliyevin ən böyük arzusu nə idi? Azərbaycanı müharibələr dayandırmaz. Düzdür. 6 vur 7. Düzdür. Su sözünü cəmdə işlət. Düzdür. Novruz bayramı nə vaxtdır? Novruz bayramı martda. Düzdür. Füzuli nə vaxt azad edilib? 17 oktyabr 2020. Düzdür. Mürəkkəb söz nəyə deyilir? Kömək istəyirəm. 2 və 6 birləşməsində yazılır. Himnimizin sözlərini kim yazıb? Bizim həcədə Zərf nəyə deyilir? hərəkəti tərcümə olunur. Afərin. Heydər Basinin kimi nəvələri olduğu üçün sizinlə fəxr edərdi. Azərbaycan güləş komandasını səhnəyə dəvət edirik. Özünüz təqdim edin zəhmət olmasa. Mənim Ayla. Bizim komandamızın adı Azərbaycan Günəşidir. Çünki Heydər Əliyevin ad gününə həsr etmişik. Bu mənim komandamın digər üzvləridir. Alina, Nur, Rənnur, Zəhra, Məhəmməd, Paşa və Dərya. Çox sağ olun. Oyunun qaydaları ilə tanışsınız, amma mən yenə də tanış edirəm. Hər suala düzgün cavab 10 xaldır. Əgər sualın cavabını bilməsəniz, yoldaşlarınızdan kömək ala bilərsiniz. Səhv cavabda uşaq çıxmır, oyundan çıxmır, nə də xal silinir. Hazırsanız başlayaq. Heydər Əliyev böyük arzusu nə? Qarabağın azadlığı. 6 vur 7. Düzdür, sözünü cəmdə işlət. Düzdür, Novruz bayramı nə vaxtdır? 20-21 mart. Düzdür, Füzuli nə vaxt azad edildi? 17-10-2020. Düzdür, 2 metr 40 santimetr neçə santimetrdir? 2-40. Düzdür, el gücü? Kömək istəyirəm. Düzdür, Vətən müharibəsi neçə gün davam edib? 44 gün. Düzdür, bir litr neçə millilitrdir? Min. Sifət nədir? Aşağıda. Səhvdir. Şuşa nə vaxt azad edildi? 8 noyabr 2020. Düzdür, 80 bölünsün 10. 8. Düzdür, müəllimlər günü nə vaxtdır? 4 oktyabr. Səhvdir, hansı fiqurun bucağı yoxdur? Kömək. Dairə. Düzdür, cümlə ən az neçə sözdən ibarətdir? 1. Düzdür, 5 ədəd 20 manatlıq neçə manatdır? 100 manat. Düzdür, xilaskar nə deməkdir? Xilas edən. Düzdür, kvadratın sayəsi necə tapılır? Kömək istəyirəm. A bura. Düzdür, dan şəkilçisi hansı haldır? Çıxışlı. Düzdür, gül bayramı nədir? Kömək istəyirəm. Onlar Heydər Əliyevin adı ilə həsr olunmuşdur. Düzdür, 81 bölünsün 9. Kömək istəyirəm. Düzdür, Qarabağın simvol gülü. Xorvuz. Düzdür, ən uzun say. Kömək istəyirəm. Nil. Düzdür, məktəbə niyə gəlirik? Elm öyrənmək. Payızda yarpaqlar necə olur? Sağlırlar, solurlar. Düzdür, radius nədir? Diametrin yarısı. Kömək istəyirəm. Səhvdir. Kömək istəmədən dediyin üçün. Azərbaycan hansı nitq hissəsidir? Azərbaycan hansı nitq hissəsidir? Kömək istəyirəm. Düzdür, 4 vurulsun 9. Sağ. Düzdür, onlar yurda haradır? Azərbaycan. Düzdür, kitab sözü necə hecalıdır? Düzdür, ağ qızıl nədir? Kömək istəyirəm. Hə, baxın, baxın. Düzdür, elm xəzinə açarı? Kömək istəyirəm. Zəhmətdir. Düzdür, ən kiçik 4 rəqəmli ədəddən 1 çıxsa? 999. Düzdür, 93-də 1-i. Kömək istəyirəm. 30. Düzdür, meşədə ən çox nə olur? Ağac. Düzdür, tam bucaq neçə dərəcədir? Ulaşarman kömək istəyirəm. 160. Düzdür, dostlar gündə? Düzdür, mürəkkəb söz nəyə deyilir?
2 və ya daha artıq sözlər yazılır. Düzdür. Kvadratın perimetri necə tapılır? Xavıdır. Düzdür. Zərf nəyə deyilir? Hərəkətin tərzini və zamanını bilən əsas hissəsi. Düzdür. Kvadrat hansı fənnə aiddir? Riyaziyyat. Düzdür. Yerin peyki hansıdır? Dörd 9-u deyə bilməyən uşaqlarımızdan hansı ki riyaziyyatçıdır. Həyəcandan olur belə bir şeylərin səhv deyilməsi. Və burada heç kim uduzmayacaq, ruhdan düşməyək. Hamınız qalibsiniz. Mən bunu öncədən sizə demişəm. İndi roundlar arasında biraz fasilə və buyur hə. Və indi isə 4 qız burada rəqs edəcəkdir. Siz yoldaşlarınızı You're a good soldier, choosing your battle. Pick yourself up and dust yourself off and back in the saddle. You're on the front line, everyone's watching. You know it's serious, we're getting closer, this isn't over. The pressure's on, you feel it, but you got it all, believe it. When you fall, get up, oh, oh, and if you fall, get up, eh, eh. Samina, sangalewa, 'cause this is Africa. Samina, eh, eh, waka, waka, eh, eh. Samina, sangalewa, this time for Africa. Listen to your God, this is our motto. Your time to shine, don't wait in line, y vamos por todo. People are raising their expectations. Go on and feed them, this is your moment, no hesitation. Today's your day, I feel it. You pave the way, believe it. If you get down, get up, oh, oh. When you get down, get up, eh, eh. Samina, sangalewa, this time for Africa. Samina, eh, eh. Waka, waka, eh, eh. Samina, sangalewa, anawa, ah, ah. Samina, eh, eh. Waka, waka, eh, eh. Samina, sangalewa, this time for Africa. I'm well, I'm a junkie, biggie, biggie, mama, one Jesus. My sisters and I'm a junkie, biggie, biggie, mama, from east to west. My city, waka, waka, my waka, waka, my Jungle since summer, since Africa. Samina, eh, eh. Waka, waka, eh, eh. Samina, sangalewa, anawa, ah, ah. Samina, eh, eh. Waka, waka, eh, eh. Samina, sangalewa, this time for Africa. Jungle, eh, eh. Jungle, eh, eh. Samina, sangalewa, anawa, ah, ah. Jungle, eh, eh. Jungle, eh, eh. Samina, sangalewa, anawa, ah, ah. This time for Africa. This time for Africa. All Africa. All Africa. İndi isə Nurgülizadə Heydər babamızın ən sevdikləri haqqında danışacaq. Bəzən bir insanı tanımaq üçün onun dediklərinə yox, sevdiklərinə baxmaq kifayətdir. Çünki insanın ruhu ən çox seçdiklərində gizlənir. Dinlədiyi musiqidə, zövq aldığı yeməkdə, hətta bir stəkan içkidə belə. Gəlin ulu öndərimiz Heydər Əliyevin ən sevdikləri ilə daha yaxından tanış olaq. Ən çox sevdiyi bəstəkar. Ən çox sevdiyi insan. Ən çox sevdiyi şair. Məhəmməd Həsən.
Susak düşen, küçelere susak düşen, yağlarında toz olmasın, yağlarında toz olmasın. Ele gelsin, ele gelsin, ele gelsin, ele gelsin. Aramızda söz olmasın, aramızda söz olmasın. Əziz balalar, birinci raund bitdi. Çox gözəl, möhtəşəm oyun göstərdiniz. Yəni, yəqin ki, bunu qonaqlarımız da təsdiqləyər. Çox gözəl idi, çox sağ olun bu arada da. İkinci raund isə bilirsiniz ki, açıq suallardır. Açıq suallar sizin qarşınızda 3 dənə açıq sual olacaqdır. Birinci, sizə düşən mövzu haqqında atalar sözləri yazacaqsınız, 3 dənə. Və Heydər Əliyevin aforizmini yazacaqsınız və qrupunuzun adlarını sizə verdiyim qarışıq hərflərdən tez və cəld yığacaqsınız. İnanıram ki, bunun da öhdəsindən çox gözəl, möhtəşəm gələcəksiniz. Və bilin ki, bu raundun sonunda hər komandaya 300 bal gələcəkdir. Oyuna başladıq. Baxıram, əziz müəllimlər, əziz qonaqlar, uşaqlar qrupların adlarını doğru yazırlar. Azərbaycan Günəşi çox gözəl hərflərdən tez anda düzəltildi. Oxuyacaq. Heydər Baba nəvələri, eyni zamanda Heydər Baba nəvələri tam doğrudur və Ulu Öndər varisləri tamamilə gözəl, doğru. Eyni zamanda da əsrin sərkərdəsi. Tamamilə doğru. Buyurun, Azərbaycan Günəşi öz yazıqlarını oxusun. Birinci, zəhmət haqqında 3 atalar sözləri yaz. Birinci, istəyirsən bal çörək, al əlinə bey kürək. İkinci, iş insanın zövfəridir. Üçüncü, zəhmət çəkən bal yeyər. İkinci tapşırıq, Heydər Əliyevin bir aforizmini yaz. Müstəqillik yolu qədər çətin yol yoxdur. Dostluq haqqında 3 atalar sözləri yaz. Dostunu göstər, deyim sən kimsən. Dost başa, düşmən ayağa baxar. Dost dar gündə tanınar. Heydər Əliyevin bir aforizmini yaz. Azərbaycan, Türkiyə, bir millət, iki dövlətdir. Qarşı rəhbərlər sözlərindən. Ulu Öndər varisləri komandası elm haqqında 3 atalar sözləri yaz. Ağıl gücdən üstündür.
Qanadsız insan qanadsız quş kimidir. Elm öyrənməyə vaxtı olmaz. Heydər Əliyevin bir aforizmini yaz. Uşaqlar cəmiyyətin gələcəyidir. Qarşı xəyirlərdən sözlər bilirəm. Vətən haqqında üç atalar sözü. Vətən sevgisi imandandır. Yurduna xor baxan yurda olmaz. Vətənin qədrini qürbətində bilərsən. Heydər Əliyev aid bir aforizm yaz. Təhsil millətin gələcəyidir. Bu roundda da hamınız qalibsiniz. Hər komanda öz hesabına 300 xal qazandırdı. İndi isə növbəti rəqsimiz gəlsin. Buyurun. Oh, you said no, no, no. I said no, 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 no. You say take me home. I said no, Perignon. You said no, no, no. I said no, 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 no. No, 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 no. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Oh, I wanna see rain on me forever. Rivers of champagne, celebrate together. Oh, I wanna see rain on me forever. Rivers of champagne, celebrate together. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Toca, toca, toca. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. I see your eyes every day and every night, and I wanna hold you, love you till the end of time. Stay overnight, cause I want you in my life, and I wanna love you, I will never make you cry. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Toca, toca, toca. Toca, toca, toca. Uşaqlar, sizlər həqiqətən də hamınız adınıza layiqsiniz. Heydər babamız sağ olsaydı, sizinlə fəxr edərdi. Siz həqiqətən də onun layiqli davamçılarısınız. Çox sağ olun, çox gözəl. Və indi isə gəldim sonuncu, yəni 3-cü raundumuza. 3-cü raund kapitanların döyüşü. Bu raundda kapitanların hər birinə 5 sual səslənəcək və hər bir sual 100 bal qazandıracaqdır. Beləliklə hər kapitan öz komanda heyətinə 500 xalı qazandıracaq. Buyurun, səhnə sizin, kapitanlar. Əsrin sərkərdəsi. Heydər Əliyev deyirdi. Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam.
Sən niyə Azərbaycanlı olmağına fəxr edirsən bəs? Çünki vətənim gözəldir, düzüldür. Heydər Əliyev üçün ümumi yerim var. İlham Əliyev üçün də baş komandanlığım, ona görə mən fəxr edirəm. Çox gözəl. Əgər sən bir gün prezident olma şansın olsaydı, məktəblər üçün nə edərdin? İnşallah oxumalıdır. Tam bilikli olmalıdır. Çox gözəl, təşəkkür edirəm. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi. Səncə bu arzunu həyata kim keçirdi? İlham Əliyev və güclü ordumuz Azərbaycanımızın. Çox gözəl. Heydər Əliyev Azərbaycanı xilas etdi. Xilas etmək mənası nədir? Yəni, orada düşmənlərdən qorunmaq xilas edir. Ulu Öndər deyərdi, dövlət xalq üçündür. Bu cümlənin mənası nə deməkdir? Dövlət xalq üçündür, dövlət baxmalı xalqa o deməkdir. Dövlət hər zaman xalqın yanındadır, onu qoruyur. Çox sağ ol və sizin komanda əsrin sərkərdəsi doğrudan da qalib oldunuz. 500 xal sizin komanda heyətinə. Ulu Öndərin varisləri. Hazırsan? Bəli. Görün doğrudan mı Ulu Öndərin varisi olacaqsan? Bunu sübuta elə görək. Heydər Əliyev uşaqları çox istəyirdi. Səncə o niyə məktəbləri gələcəyin qapısı adlandırırdı? Çünki məktəbdə oxuyub elm adamı olurduq, elm sahibi olurduq. Çox gözəl. Bir millət, iki dövlət. Bu sözdə söhbət hansı dövlətlərdən gedir? Azərbaycan və Türkiyə. Çox sağ ol. Əgər Heydər Əliyevi bir cümlə ilə təsvir etsəydi, nə deyərdi? Vətəni sevən lider. Çox sağ ol. Zəfər günü 8 noyabrdır. Səncə niyə məhz Zəfər adlanır və niyə 8 noyabrda qeyd olunur? Çünki bütün torpaqlarımızı 8 noyabrda işğalından azad etdik. Şuşa və bütün torpaqlarımızın uğrunda canından keçmiş bütün şəhidlərə də Allah rəhmət eləsin. Çox sağ ol. Bəli, Zəfər, yəni biz Şuşa, Qarabağın deməli tacı olan Şuşamızı 8 noyabrda geri aldıq, işğaldan azad etdik və zəfərimiz onun adı ilə bağlı oldu. Doğru cavabdır. 5-ci sonuncu sual. Heydər Əliyev fondu kimsəsiz uşaqlara kömək edir. Səncə bu niyə vacibdir ki? Çünki hamı xoşbəxt olmalıdır, hamı bir olmalıdır. Birlik önəmlidir. Təşəkkür edirəm. Siz də həqiqətən də Ulu Öndərin varisi adına layiqsən və öz komandana 500 xalı qazandırdın. Heydər babanın nəvələri. Görün bu günləri sizin komanda bu ada layiq olacaqmı? Heydər Əliyev deyirdi, təhsil millətin gələcəyidir. Səncə niyə təhsilsiz gələcək olmur ki? Çünki iş tapa bilmərik, dövlətimizi idarə edən olmaq savadlısı olaraq. Doğru. Gül bayramı Heydər Əliyevin ad günü ilə əlaqədardır. Səncə niyə? Çünki Heydər Əliyev gülləri çox sevir, gül də gözəllik deməkdir. Əgər sən Heydər Əliyevə bir sual versəydin, nə soruşardın? Necə Azərbaycanı qorudun, bu qədər cəsur oldun? Çox sağ ol. Azərbaycanın dünyaya günəş kimi doğacaq. Burada bu cümlənin mənası nə deməkdir? Yəni abadlaşacaq, gözəlləşəcək, bütün dünya Azərbaycanı tanıyacaq. Heydər Əliyev 10 il hakimiyyətdə oldu. Bu 10 il ərzində onun quruculuq işlərindən ən mühümləri hansılar idi? Ölkəni xilas etdi, neft müqaviləsi imzaladı və müharibəni dayandırdı. Çox sağ ol, alqışlar! Adına layiq nəvələr oldunuz. Çox sağ ol və sizinlə komanda heyətinə 500 bal qazandı. Və gəldik Azərbaycan günəşinə. Görək Azərbaycan günəşi suallarınızı cavablayıb, həqiqətən də günəş kimi parlayacaqsınızmı? Baxın, Heydər Əliyev hakimiyyətə 1993-cü ilə qayıtdı. Səncə o vaxt onlar nə istənilirdi?
Azərbaycanı azad etmək, müharibəni dayandırmaq. Ulu öndərin vəsiyyəti nə idi? Qarabağı azad etmək və Azərbaycanı qorumaq. Doğru cavabdır. Təşəkkür edirəm. Və bu vəsiyyəti də bilirsən ki, kim yerinə yetirdi? Onun oğlu və bizim prezidentimiz İlham Əliyev və güclü ordumuz. Çox sağ ol. Mənim üçün ən böyük mükafat xalqın etimadıdır. Heydər Əliyev belə deyərdi. Etimad nə deməkdir? Güvən və inam. Çox sağ ol. Səncə uşaqlar Heydər Əliyevdən nə öyrənməlidirlər? Vətənpərvərliyi və milli dəyərlərimizi qorumağı. Çox sağ ol. Biz niyə Heydər Əliyevə ümumilli lider deyirik? Çünki o bütün millətimizin lideridir, bütün hamı onu sevir. Çox sağ ol. Afərin! Komanda heyətinə 500 xalı qazandırdın. Çox sağ ol qızım, çox gözəl cavablarınıza görə. Bəli, əziz dostlar, siz bugün sübut etdiniz ki, Heydər babanın əsl, layiqli davamçılarısınız. Bəli, sən əsrin sərkərdəsi olaraq cəsurluq göstərdin, suallardan qorxmadın, cəsarətlə cavab verdiniz. Ulu Öndər komandası, siz həqiqətən də Ulu Öndərin varisləri oldunuz. Çünki onun bütün arzularını bildiniz. Siz bugün Heydər babanın nəvələri oldunuz. Çünki onun kimi vətəni sevməyi bilirsiniz. Siz bugün Azərbaycan günəşi oldunuz. Çünki öz biliklərinizlə bütün sinifi işıqlandırdınız. Afərin çox. Oyunumuzun sonuna gəlirik və indi isə oğlanlarımızın rəqsidir. Buyursun oğlanlar. Azərbaycan böyük oğlu, müasir Azərbaycanın qurucusu, Azərbaycanın günəşi, sərkərdəsi Heydər Əliyevin 100 illiyi münasibəti ilə bir araya toplaşmışıq. Bugün həqiqətən də mən çox xoşbəxtəm, mən fəxr edirəm. Ümumi liderin gözəl kəlamı var. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bugün həqiqətən də mən də fəxr edirəm ki, belə gözəl şagirdlərin müəllimləriyik. Belə gözəl liderçilərimiz var. Heydər babamızın belə gözəl nəvələri var. Mən də inanıram ki, o sağ olsaydı, həqiqətən də bugün sizinlə qürur duyardı, fəxr eləyərdi. Bundan başqa mən vətənpərvər tədbirlərin həqiqətən də damğasını vuran Samirə müəllimiyə
böyük təşəkkür edirəm. Bütün təşkilatçılara təşəkkür edirəm. Şagirdlərə təşəkkür edirəm bu gözəl fəallığa görə. Həqiqətən də bu günləri gözəl bilik, dünya görüşü nümayiş etdirdiniz. Gözəl bir işə imza attınız. Bununla bağlı sizlərə hər birinə təşəkkür edirəm və təbrik edirəm bugünkü gün münasibətilə. Hər zaman belə fəxr ediləsi evladlardan olun, hər zaman belə başımızı uca eləyin, həm məktəbinizin, həm də ailənizin fəxri olun. Sağ olun, təşəkkür edirəm bir daha kamera arxasında olan Ayaz bəyə xüsusi təşəkkür edirəm. Çox var olun, sağ olun. Bugün mən də çox şad oldum, həqiqətən hər zaman olduğu kimi Vətən qızı Samira Abdullayeva öz imzasını atır da, bütün tədbirlərdə atır. Vətənpərvər tədbirlərdə, ümumiyyətlə, ümumi lider Heydər Əliyevin bütün doğum günləri, anım günləri hər zaman 161 nömrəli məktəbdə Samira xanım tərəfindən, bütün kollektiv tərəfindən də qeyd olunur. Bugün hər birinizə təşəkkür edirəm. Xüsusilə valideynlərə də təşəkkür edirəm ki, əziyyət, zəhmət çəkiblər. Sizə böyük dəstək olublar. Hər birinə minnətdaram. Samira xanım, sizə təşəkkür edirəm. Bilirsiniz ki, ümumi lider həqiqətən də uşaqlığımızdan bəri də, mən hər zaman mənim sevimli babamdır. Ruhu şad olsun. Sevə-sevə də hər zaman tədbirlərində iştirak edirik. Əlimizdən gəldiyi qədər dəstəyimizi də göstəririk. Hər birinizə uşaqlar, çox gözəl çıxışlarımız olur. Hər birinizə minnətdaram. Yəni, Vətən qızı tədbiri belə də olmalıydı. Alqışlayıram. Mən də öz növbəmdə Samira xanım sizə təşəkkür edirəm. Əziz şagirdlərimiz, hər birinizə təşəkkür edirəm. Çox möhtəşəm idiniz, hər biriniz. Yəni, bugün burada həm əyləndirici, həm öyrəndirici, həm bugün burada siz kollektivdə, indi Xuraman xanımla müzakirə edirik. Yəni, burada bir kollektiv oyunu nümayiş elətdirdiniz. Hər biriniz çox möhtəşəm idiniz. Çox sağ olun Samira müəllimə, sizə də təşəkkür edirəm. Hər barədə mükəmməl. Çox sağ olun. Zaman getməməmiz və istəyərdim onun dilindən də eşidək. Ədəbiyyatçımız, bioloqumuz. Mən də hər kəs salamlayıram. Həqiqətən də müəllimlərin dediyi kimi çox gözəl bir tədbir oldu. Yəni, belə deyim də, ağzım açılardı, izlədim, çox gözəl idi. Təşəkkür edirəm Samira ki, bu gözəl, vətənpərvər qrupda bir şagirdlər yetişdirmişsiniz. Bəli, Heydər Əliyev, yəni Azərbaycanın ərazi bütövlüyünü təmin edən və bugün bizim bu cür müstəqil yaşamağımıza bais olan, səbəbkar olan bir şəxsiyyət olub və bu övladlar da, bu şagirdlər də həmin ümidlərimizin davamçılarıdır. Əhsən deyirəm sizə də və şagirdlərə. Çox sağ olun. Bir şey də qeyd edeyim və ilk başdan demişdim ki, bu oyunda heç bir şagird, heç bir komanda uduzmayacaq. Çünki niyə? Çünki biz Azərbaycan xalqı qalib ölkəyik, qalib millətik. Biz heç vaxt uduzmamışıq. 44 gündə erməniyə sinə gələn, torpaqlarımızı bütövlükdə geriyə alan Azərbaycan xalqıyıq. Güclü ordumuz var, güclü liderimiz var və Ali Baş Komandanımız var. Yaşasın Azərbaycan xalqı, yaşasın Ali Baş Komandanımız, yaşasın Heydər Əliyev ideyaları, yaşasın gələcəyimiz olan sizlər. Çox sağ olmuşlar. Uşaqların hər birinə çox istərdim ki, hər biriniz elə medallarını taxasınız, uşaqları təzif eləyəyin, bu oyundan onlara xaricə olaraq qalsın. Heydər baba kimi önlərimiz
Her zamanki gibi öz köməkliyinə əsirgəmir və Ayaz bəy minnətdaram, var olasınız. Allah sizə can sağlığı versin. Həmişə biz vəziyyətimizi çəkirsiniz. Və dəyərli valideynlərim, sözümüzü, yəni bir olaraq birliyimizi göstərdiyimizə görə hamınıza çox sağ ol deyirəm, əziz valideynlər. Bu günləri biz bu gözəl, möhtəşəm tədbiri sizlərin sayəsində etdik. Çox sağ olun, var olun.